2026-cı il at ilidir. Qırmızı od atı 2026-cı ilin simvoludur. Bu heyvan azadlığı sevən, ehtiraslı və coğaqundur. Həyat üçün doyumsuz bir susuzluğa malikdir. Eyni zamanda insanlar tərəfindən mükəmməl şəkildə ram edilir. At inanılmaz iradə, güc və əzmkarlığa malikdir. At ilində doğulmuş insanlar öz dəyərlərini bilirlər. Dost olmağı və sevməyi bilirlər və sədaqətləri ilə seçilirlər. Atla yaxşı münasibət qursanız, heç bir problem yaşamayacaqsınız. O, istənilən vəziyyətdə sizə dəstək olacaq və kömək edəcək. Söykənəcəyiniz bir çiyin təklif edəcək və vacib məsləhətlər verəcək. At ili bir çox müsbət dəyişikliklər vəd edir. Bu heyvan durğunluğu sevmir. Həmişə irəliləmək və həyatdan zövq almaq istəyir. Atəş elementi ilin xüsusiyyətlərinə biraz ədviyyat qatır. Od ikili bir maddədir, isidir, eyni zamanda yandıra bilər. Buna görə də təhlükələri və tədbirləri xatırlamaq vacibdir. At dedikoduları və gizli sövdələşmələri sevmir. Bu açıq bir işarədir. Qaydaları ilə oynayın və hər şey yoluna düşəcək. Evinizi ilin qəhrəmanının heykəlcikləri ilə bəzəyin. Evdə yalnız başını dik tutmuş atı təsvir edən fiqurlar saxlanmalıdır. Əks halda, başı problemlərdən əyilmiş məyus at, ümidsiz və minnətdar olmadan çalışacaq. Başqa bir vacib detal budur ki, at fiquru qapıya tərəf deyil, ondan uzaqda yerləşdirilməlidir. Məntiq eynidir. Evə girmək üçün şans gözləyirik. İlin qəhrəmanının şəkilləri enerjiyə ehtiyac duyulan yerlərdə, qonaq otağında, iş otağında və ya yemək otağında yerləşdirilməlidir. Astroloqlar təbii materiallardan hazırlanmış dekorativ fiqurlar almağı məsləhət görür. İddialara görə, bu da əlavə enerji cəlb edəcək. At sosial heyvandır, tənhalığı üstün tutmur. Buna görə də bütün sürünü toplamaq və bayramı mümkün qədər aktiv və şən keçirmək vacibdir. At estetik və dəblidir, cəlbedici görünməyi sevir və başqalarından da eyni şeyi gözləyir. Dürüstlük, zəhmətkeşlik və sədaqət atın əsas keyfiyyətləridir. İl heç bir xüsusi çətinlik gətirməməlidir. Bu il yeni karyera zirvələrinə çatmaq və məqsədlərinizə çatmaq üçün bütün şəraiti təklif edir. Mürəkkəb və məsuliyyətli vəzifələri öz üzərinizə götürməkdən çəkinməyin. Hər şey sizin xeyrinizə olacaq. Yayın ikinci yarısı və payızın əvvəlləri karyera yüksəlişi üçün xüsusilə əlverişli bir zaman olacaq. At ili də doğum üçün əlverişlidir. Bu bürc altında doğulan uşaqlar əzmkarlıq, yaxşı təbiət və bir qayda olaraq yaxşı sağlamlıqla fərqlənirlər. Atla bağlı hər şey sadədir. Onu görmək həmişə şans gətirir. Heyvanın rəngi ilə əlaqəli bir çox xurafat var. İngiltərədə qara at şans və maddi qazanc vəd edir. Ağ at yolunuzu kəsərsə, çox şanslı olacaqsınız deməkdir.